Salam dostlar, Nicat Xahiş kanalına xoş gəlibsiniz. 2008-ci il hibrid maşın almaq istəyirsən, amma qarşında iki seçim var: Honda Insight və Toyota Prius. Biri ucuzdur, biri məşhurdur. Bəs hansını almağa həqiqətən dəyər? Bu videoda 2008-ci ilin iki hibridini üz-üzə qoyuruq və sonda açıq deyəcəm hansı alınmalıdır, hansı yox. Başlayaq sürüşdən. Toyota Prius daha güclü hiss olunur, sakit və stabil gedir. Honda Insight isə yüngüldür, amma qaz verəndə Prius qədər inandırıcı olmur. İndi isə keçək ən vacib mövzuya, yanacaq. Prius real istifadə təxminən 4-4,5 litr istifadə edir. Insight isə 4,5 litr, 5 litr civarında yandırır. Kağız üzərində yaxın görünür, amma real həyatda Prius daha stabil və qənaətlidir. İnteriyerə baxdıqda isə salon məsələsində Prius açıq-aşkar öndədir. Daha geniş, ailə üçün uyğundur. Insight isə şəhər üçün normaldır, amma arxa oturacaqda fərq hiss olunur. Etibarlılıq və xərclər məsələsinə gəldikdə isə ən əsas mövzudur. Prius taksiləri minlərlə kilometr sübut olunmuş hibrid avtomobildir. Ustaları da var, detalları da. Insight isə pis deyil, amma Prius qədər yayğın və rahat model deyil. Qiymətə gəldikdə isə Insight bazarda biraz daha ucuzdur. Prius isə dəyərini saxlayır. Yəni bugün ucuz almaq istəyirsənsə Insight, sabah satmaq fikrin varsa Priusu seçə bilərsən. İndi isə gələk yekun qərara. Açıq deyim, uzun müddət minmək az problem, rahatlıq istəyirsənsə 2008 Prius çox gözəl bir variantdır. Büdcən azdırsa və sadəcə hibrid almaq istəyirsənsə Insight'dır. Amma birini seçməli olsam mən Prius alardım. Beləliklə dostlar, bugünkü videomuz belə idi. Siz hansını seçərdiniz? Prius yoxsa Insight? Və kanalda belə videolar görmək istəyirsinizsə bu videoya like atmağı unutmayın və kanalımıza abunə olub şərhlərdə öz fikirlərinizi yazın. Təşəkkürlər.